Salam, hər vaxtınız xeyir. Gəlin bugün OTK sınavına düşən sual tiplərinə baxaq. Elə ilk səhifədən başlasaq. İlk sualımız üçbucaqlar mövzusuna olan bir sualdır və şərtdə deyilir ki, ABC bucağında BH bir nukleadır AC və ABY bucağının YBC bucaqları bərabərdir. A bucağı 70 dərəcə olarsa, yəni bu bucaq bizə verilib 70 dərəcə. C bucağı isə bizə verib özü 60 dərəcə. Olarsa bizdən HBY, yəni bu kiçiyi X bucağından söhbət gedir. Deməli, HBY-ni tapmaq üçün ilk öncə B bucağını üst bucağın daxili bucaqlarına görə təyin etsək, B bucağı üzrə əslində bərabərdir 180 minus 60 üstə gələk 70. Daxili bucaqlar verir bizə 60, üstə gələk 70 dərəcə. Bizə isə burada yekununda verir B bucağı 50 dərəcə. B bucağını təyin etdikdən sonra, deməli, baxırıq ki, şərtdə verilib ki, ABY bərabərdir YBC bucaqları olarsa. Deməli, məsələn, əgər ABH bucağım 20 dərəcədirsə, bu bucaq X-dırsa, deməli, YBC bucağı olur bizdə 20 üstə gələk X kimi adlandırsaq. Deməli, əgər oranı bizə üst bucağın daxili bucaqlarına görə təyin etsək 30 dərəcədirsə, biz də 30 dərəcə alırıq. Bura 90-cı, bura 60 dərəcəsə, deməli, bir də şəkildə bu bucaq olmalı bizdə 30 dərəcə. Alırıq ki, X üstə gələk 20 bərabərdir 30 dərəcə və buradan alırıq ki, X bərabərdir 5-ə. Bizə elə X bucağının dediyinə görə cavab olur bizə D variantı. 32 nömrəli sualda bizə şərtdə verilib ki, 15 n natural ədədlərinin bölənlərinin sayı 25 olarsa bizdən n-i deyir tap. Deməli, natural bölənlərinin əvvəlcə düsturunu yuxarıda qeyd etsək, n üstə gələk 1, n üstə gələk 1 şəklində tapılır. Bizə 15 n-in əvvəlcə sadə bölənlər şəklində yaza bilərik ki, 3 n vuraq 5 n şəklində. Şərtdə verilib ki, bunların natural bölənlərin sayı 25-dir. Deməli, düstur əsasında ilə n üstə gələk 1, n üstə gələk 1 bərabərdir bizə 25. Burada hansı ədədlərin hansı 25 verir? 5 ilə 5 ədəddən. Deməli, n üstə gələk 1 bərabərdir 5 olarsa, n bərabərdir 4 götürürük biz burada. Daha sonra 33 nömrəli suala baxaq. Kökaltı ifadəyə aid olan bir sualdır. Burada 8-ci dərəcədən verib, digərisi 4-cü dərəcədən veribdir. Deməli, bir ifadənin qiymətini sadələşdirmək üçün ilk öncə birinci kökaltı ifadə 8-ci dərəcədən baxırıq ki, 8 çıxaq 2 kök 15-ci dərəcədən. Əslində bu ifadəni kök 15 əslində hansı ədəddən hansı kimi yaza bilərik? Kök 5 və kök 3 kimi yazsaq. Əslində bu ifadə kök 5 çıxaq kök 3-ün mötərizə kvadratın ifadəsinin açılışı olaraq qeyd edilsə, doğrudan da bu ifadəni müxtəsər vurma düsturuna görə açsaq. Yəni kök 5 çıxaq kök 3-ün mötərizə kvadratını verilən ifadəyə əsasən yazsaq, alarıq onda kök 5-in kvadratı, yəni 5, çıxaq bunların 2 hasili, yəni kök 15, üstə gələk kök 3-ün kvadratı, yəni 3 və yekunda alaraq ki, 8 çıxaq 2 kök altda 15. Doğrudan da verilən ifadə kök altda 5 çıxaq kök altda 3 ifadəsinin açılış kimi də qeyd etmək mümkündür. Daha sonra vuraq digər ifadənin elə olduğu kimi yazsaq, kök 4-cü dərəcədən kök 5 üstə gələk 3 kimi qeyd edərsək. Bu kvadratdan 8-ci dərəcədən ixtisar aparmaq mümkündür. Alırıq ki, kök 4-cü dərəcədən hər ikisi eyni dərəcədən olduğuna görə kök altı olaraq onları bir-birinə vurmaq mümkündür. Deməli, alırıq kök 5 üstə gələk kök 3. Və baxırıq ki, bu ifadə bizim müxtəsər vurma düsturumuza görə, yəni A kvadrat çıxıb B kvadrat açılışına görə bir dəfə minusdur və bir dəfə də plus kimi də qeyd etmək mümkündür. O zaman biz alırıq ki, verilən düstura əsasən bu ifadəsində bizə verir kök 5 kvadratı minus kök 3-ün kvadratı kimi qeyd etmək mümkündür. Kvadrat və köklər ixtisar olunur. Sadəcə qalır kökün altında 5 çıxaq 3, yəni kök altında 4-cü dərəcədən 2 alınır. Və verilən cavablara baxsaq, həmin cavab olur bizdə Y variantı. Daha sonra baxırıq 34 nömrəli çoxluqlar mövzusuna aid belə bir sualdır. Euler-Venn diaqramı əsasən şəkillənmiş hissə hansı çoxluğa aiddir? Baxırıq ki, bu verilən çoxluqda burada verilən iki çevrə üzrəyə baxsaq, A ilə B neyinibdir? Kəsişibdir əslində. Bu ifadəyə baxsaq isə burada B ilə C neyinibdir? Sonunda kəsişibdir. Yəni hər ikisi bizə aynən, daha doğrusu A çoxluğuna neyinibdir? Kəsişibdir. A çoxluğunun kəsişdiyinə görə əslində biz burada B ilə C-ni birləşdirib sonunda A çoxluğunu kəsişdirə bilərik. Yəni burada doğru cavab olur o zaman C variantı. 35-ci sualda bizə deyilir ki, tənliyin köklərindən biri 3-dürsə, tənliyin digər kökünü tap deyəndə biz Y teoreminə görə bilirik ki, köklərin deyirdi hasili sərbəst həddə, köklərin cəmisi ikinci həddə bərabərdir. Burada A əmsalı olduğuna görə ilk öncə hər tərəfini 2-yə bölsək, alırıq ki, x kvadratı minus n bölək 2x çıxaq 9 bölək 2 bərabərdir 0-a. Tənliyin köklərindən biri üstdürsə, biz də bilirik ki, sərbəst həddə köklərinin hasilidir. Yəni onda alınır ki, x1 vuraq x2 bərabərdir, mənfi 2-də 9 olaraq qeyd etsək, köklərin biri üstdürsə, deməli x1-in yerinə məsələn 3 qoymaq mümkündür. Onda alınır ki, bizdə 3x2 bərabərdir, mənfi 2-də 9. Eyni sürətdə olduğuna görə 9 ixtisar aparmaq ixtiyarım var. O da olur mənfi 3 bölək 2. Yəni mənfi 3-də 2-yə bölsə bizdə alınır mənfi 1/5. Doğru cavab olur Y variantı. Daha sonra keçək 36 nömrəli sualda bizdən nə soruşur? Deyir ki, rəqəmin ədədin rəqəmlərinin cəmi 12-dir. Bu ədədin onluqlarının sayını göstərən rəqəm təkliklərini göstərən rəqəmin 50%-nə bərabər olarsa. 50% nə deməkdir? Yəni bir ədəd götürək, biri A-dırsa, bir məsələn B götürsək, bu da olsun bizdə 2A şəklində olsun. O zaman bunların cəmini 12-yə bərabərsə rəqəmlərinin cəmi, yəni onda yaza bilərik ki, A üstə gələk B bərabərdir 12 və bu tənlikdə vəzifəyə əsasən B-nin yerinə 2A qoysaq, A üstə gələk 2A bərabərdir 12 alınır və alaraq ki, 3A bərabərdir 12-dirsə, A bərabərdir bizə verir 4-ə. A 4-dürsə B olmalıdır 2 vuraq 4, yəni 8-ə bərabərdir. A4, B 8-dirsə, demək həmin ədəd 10-da. Birinci gələn A-dır, ikinci gələn isə B olduğuna görə 48 olur, yəni C variantı.
İndi isə baxaq 37 nömrəli çevrə aid belə bir sualdır. Deməli, nöqtəsəl çevrəyə toxunmalar çəkilmişdir. Bucaq DF yeni 75 dərəcə özü qeyd edilibdir və bizdən deyir DAG bucağını tap. Alfa bucağını tapmaq üçün ilk öncə daxil çəkilmiş bucaq məsələsinə görə biz bilirik ki, daxil çəkilmiş bucaq söykənli qövsün yarısı olduğuna görə əgər daxil çəkilmiş bucaq 75 dərəcəsi, deməli bu qövsün özü bizə olmalıdır 150 dərəcə. Əgər bura 150 dərəcədirsə, bizim çevrə mövzusunda bir qaydamız var ki, bucaq və qövs arasında əlaqə düsturuna görə qövs və bucağın dərəcə ölçüsünün cəmi olmalı bizə 180 dərəcə. O zaman buradan alırıq ki, alfa əslində özünə bərabər imiş 30 dərəcə, yəni C variantı ödəyir. Daha sonra keçək 38 nömrəli müxtəsər vurma düsturuna aid belə bir sadələşdirmədir. Deməli, bizdə deyilir ki, sadələşdirin dedikdə ilk öncə elə yuxarıdan baxıram ki, hər ikisindən nəyi çıxarda bilərəm? A kubunu çıxarsam mötərizə xaricinə, sürətdə qalır bizdə A üstə 6, üstə gələk 1. Məxrəcdə isə belə bir ifadə əslində kublar cəmin asılışıdır. Yəni əslində A üstə gələk 1 bölək A-nın mötərizə kubunun asılışıdır bu ifadə. Yəni A kubu üstə gələk 1 bölək A kubunun asılışıdır. Burada A kubu üstə gələk 1 bölək A kubunun, yəni məxrəcə orta mərci gətirsə, yəni hər tərəf A kubuna vursam, onda A kubu yuxarı qalxsa deyir A üstə 6, A üstə 6 üstə gələk 1 bölək, aşağıda isə bizdə alır A üstə 6 üstə gələk 1. Mötərizələr qarşıdakı ifadə xəsər olunarsa sadəcə qalır A üstə 6, yəni cavab olur D variantı. Daha sonra 39 nömrəli sual tənasübət olan bir sualdır. X çıxaq 2 sayda işçi bir işi 12 sayda görürsə, deməli X çıxaq 2 sayda işçi 12 sayda işi görürsə, X çıxaq 6 sayda işçi isə 18 sayda yerinə yetirərsə, x ədədini tapın dedikdə, var ki, belə bir sual tiplərini adətən fəhlə məsələsində biz hər zaman tərs mütasiblə istifadə edirik. Tərs mütasiblə isə biz sayıcı ədədləri qarşı-qarşıya vurmalıyıq. Qarşı-qarşıya vurulan halda ondan alır ki, x çıxaq 2 vuraq 12 bərabərdir, x çıxaq 6 vuraq 18. Hər tərəfindən 18 və 12-dən 6 x aparsa, burada qalar 3, burada qalar 2. Sonra mötərizəyə vurub atsaq, alaraq 2x minus 4 bərabərdir, 3x minus 18. X-lar bir tərəfə, ədədləri isə bir tərəfə yıxsaq, onda alaraq x bərabərdir 14-də. Yəni cavab olur bizdə Y variantı. Sonra belə bir kəsirlər bölməsinə aid olan suala baxaq. Deməli 1/4-də 1, 1/9-da 1. Bunu biz kvadrat fərqi kimi düşünsək daha doğru olar. A kvadratı minus B kvadratı şəklində, yəni bir dəfə minusu bir dəfə plus şəklində yazsaq. O 4-də 1, 2-də 1-in kvadratı olduğuna görə bunu yaza bilərəm 1/2-də 1, bir dəfə də yaza bilərəm 1 üstə gələk 2-də 1. 9 isə 3-ün kvadratı olduğuna görə bunu bir dəfə yaza bilərəm ki 1/3-də 1, bir dəfə də yaza bilərik 1 üstə gələk 3-də 1 şəklində. Və burada nöqtələr sonsuz davam edir. Baxırıq ki, sonunda 1/25, 225-də 1, 225 isə 15-in kvadratı olduğuna görə yaza bilərik ki 1/15-də 1 və 1 üstə gələk 15-də 1 şəklində ifadə etsək. Sadələşdirsək, sonunda alırıq ki 1/2-də 1 bizə neçə verir? Elə 2-də 1 verir. 1 üstə gələk 2-də 1 isə bizə verir 2-də 3. 1/3-də 1 bizə verir 3-də 2. 1 üstə gələk 3-də 1 bizə verir 3-də 4. Və sonunda alırıq 1/15-də 1 bizə verir 15-də 14. 1 üstə gələk 15-də 1 isə bizə verir 15-də 16. Söhbət məxrəcə ixtisar olunur burada hamısı. Deməli burada 3-lər gedər, 2-lər gedər. Daha sonra hamısı ixtisar olduqdan sonra sadəcə qalır bizdə 15-də 16 ilə və 2-də 1 qalır. Və biz sonda bunları ixtisar aparsaq, demək onda alırıq ki 2-də 1 vuraq 15-də 16. 16 ilə 2 ixtisar aparsaq elə 2-nin özünə burada 1 qalar, burada isə 8 qalar. Və 2-də qalar cavab 15-də 8. Yəni bu da hansı variant olur bizdə? A variantı. Yəni daha sonra 41 nömrəli sualda A plus B cəminin müsbət qiymətini tap dedikdə, əslində bu elə birbaşa müxtəsər vurma düsturudur. Müxtəsər vurma düsturuna görə əslində biz belə yaza bilərik ki, A plus B-nin mötərizə kvadratı minus 2AB bizə şərtdə verir ki, bu ifadə bərabərdir 34-də. AB-nin qiyməti bizə verib 15. Bu ifadənin yerinə yazsaq, alaraq ki, A plus B-nin mötərizə kvadratı bərabərdir çıxaq daha doğrusu 2 vuraq 15, yəni 30 bərabər 34-dürsə, 30-u sağ tərəfə keçirsəm, onda alaram ki, A plus B-nin mötərizə kvadratı bərabərdir 64. 64 də bizim hansı ifadənin qiymətidir? Plus minus 8-in, amma şərtdə deyil müsbət qiymət olaraq, o zaman biz götürürük cavabı 8. Yəni Y variantı. Daha sonra belə bir sual tipinə baxaq. 42-də bizdə həndəsə bölməsinə aid belə bir suala baxaq. Deməli, şərtdə verilib ki, AB paraleldir DY olarsa, bu xətləri biraz uzatsaq. B isə paraleldir bizə deyir ki, DF olarsa, uzatsaq. Deyir, ABC bucağı özü 110 dərəcə olarsa, yəni bu bucağı bizə verib 110 dərəcə olarsa, bizdən deyir ki, YDF bucağını deyir tap. YDF, yəni bu bucaqdan söhbət gedir tapmaq. Paralel əlamətinə görə uşaqlar, bura 110 dərəcədirsə, məsələn, bura qıdı xətlər qoysaq, burada olmalı bizə uyğun bucaqlara görə 110 dərəcə. Əgər bura 110 dərəcədirsə, deməli, bunun qarşıda duran bucağını olmalıdır bizdə. Məsələn, bu bucaqdan söhbət gedir. Onda olmalıdır 70 dərəcə. Çünki daha doğrusu daxili bir tərəfli bucaqlar olduğuna görə onların cəmi bizə olmalıdır 180 dərəcə. Yəni 180-dən çıxdım mən 110 dərəcəni. O da bizə verir 70 dərəcə. Bura 70 dərəcədə avtomatik də bizdə DYF bucağı 70 dərəcə olmalıdır. Çünki uyğun bucaqlar yaranır. Uyğun bucaqlara görə sonunda cavab olur 70 dərəcə, yəni A variantı.